Salamlayıram sizləri əziz izləyicilər. A qrupun son oyunu Xətai Futbol Klubu ilə Modern Futbol Klubu qarşılaşacaq. Yanımda şərhçi Əli var. Əli, salamlayıram səni. Mən də salamlayıram səni Ceyhun. Bütün izləyiciləri salamlayıram. Ümid edirəm ki, bugün bol qollu, maraqlı bir oyun izləyərik. Görək, baxaq necə olur. İlk öncə Əli, heyətləri açıqlayaq. Başlayaq Xətai Futbol Klubu ilə. Buyur. Xətainin heyətindən başlayaq. Komandanın kapitanı Nizami, komandanın golkiperi Orxan, 17 nömrə Yunis, 77 Hacıyev Elşad. Bugün aramızda yoxdur, öyrəşmişəm onun adını çəkməyə. 23 Salmanov Vüsal, 14 Ələsgərov Zaur, 23 İsmailov Ravil, 8 Hüseynli Şahməddin. Bəli, bu Xətai Futbol Klubunun heyətləri idi. İndi isə Modern Futbol Klubunun heyətlərini açıqlayıram. Kapitan Əliyev Sabit 10 nömrəli oyunçu. Qeyd edim ki, çempionatın bombardiridir və 9 qolu var. Digər oyunçu 77 nömrəli oyunçu Eyyubov Rəşid, 13 nömrəli oyunçu Talıblı Rəşadət, 9 nömrəli oyunçu Məmmədzadə Zakir, 3 nömrəli oyunçu Osmanov Rövşən, 1 nömrəli qapçı Məmmədov Vaqif, 11 nömrəli oyunçu Məmmədov Arifdir. İlk öncə onu bildirim ki, Modern Futbol Klubunun Əli 6 xalı var, ikinci yerdədir. Xətai komandası isə Xətai komandasının 7 xalla birinci yerdə. bəli. Çox maraqlı mübarizə gözləyirik bu oyunda. Baxaq necə olacaq hesab. Qurum mərkəzi qarşılaşması deyə bilərik bu oyun. Bəli. Top kapitan Sabitdədir, bombardir. Topla oynayır, itirməyib. Geriyə oynadı Rəşadət. Rövşənlə oynayır. Yox, qapçı Orxandır bu. Uzun bir pas. Oy. Qeyd edim ki, qapçı səhv bildirdim, Vaqif idi. Orxan Xətai komandasının qapçısıdır. Topu o yerinə yetirəcək. Ceyhun, Xətai komandasında əsas qol silahlarını görmürəm. Sənani Bəli, yoxdur, gəlməyib. bugün Sənaninin yeri görsənəcək Ceyhun. Baxaq. Mənə elə gəlir ki, hücum xəttində Xətai problemlər yaşayacaq. Görək. Amma mən bu oyunda Modern komandasından çox şey gözləyirəm həqiqətən də. Sabit 10 nömrəli oyunçu çox gözəl çərçivəyə düşmə bacarığı var. Bombardirdir və bu gün də sevindirəcək komandasını. Hələ ki qapa zərbələr görürük, amma dəqiq deyil. Şahməddindir topla. Pasını verdi. Bugün Xətainin müdafiə xəttində də bəzi dəyişikliklər görürük. Yerdə oyun görürük, bəli. Bəli, düz vurğulayırsan Əli. Musayev Yunisi görürəm, bugün əsas heyətdə meydandadır. Yunisin oyun tərzini mən bir növ Stama bənzədirəm, sərt oynayır. Topla rəftar bir qədər zəif olsa da, ancaq xarakter baxımından Yunis divardır, necə deyərəm. Sabitdən pas keçmədi. Topu uğurladılar, amma dəqiq olmadı pas. 8. Orxan topu başlayır. Topu itirməyib 7 nömrəli oyunçu. Altı hərəkətdə başladı. Yox, xəttdə düzgün yerinə yetirməmişdi. Arif topu yerinə yetirəcək. Pasını verdi, amma saçdırdı Nizami onu. Bu 7 yoxdur burada. 23 də Vüsaldır. Rövşən pasını verdi. Rəşadət. Top keçmədi. Yunis topu uzaqlaşdırdı və qapçıya gəlir. Vaqif Rəşadətlə oynayır. Vaqifin yerlə pası. Rəşid pasını verir Sabitə. Sabitdən pas keçmir.
top yenə də sabitdə qalır. Bir daha keçmədi. Və top Rəşiddən çıxır. Ravil pasını verdi Nizamiyə. Nizamidən geri Orxan. Pressing görürük Modern komandasına və qapıcı topu out'a göndərir. Rəşadət Sabitlə oynayır. Pas keçmədi, oğurladılar topu. Ara pası keçmir, Rövşən oğurladı. Baxır, sıyrıldı. Pasını verə biləcəkmi? Yox, bərk alındı və kapitan Sabit topa çata bilmədi. Out. Yunis qapıcı Orxanla oynayır. Kapitan zərbə bildirir. Out deyildi. Orxan Nizami ilə oynayır. Kapitan. Baxaq bu gün Əli kapitan nə edəcək? Kapitan hələ ki çox aktiv iştirak edir. Arif oğurladı topu. Arifin zərbəsi yox. Yunis topu uzaqlaşdırır və kücdən zərbə. Az qalmışdı Nizaminin səhvini bağışlamasın Arif, amma müdafiədə Yunis gözəl oynayır həqiqətən də. Ara pası keçmir, Nizamidən blok. Arif baxır, kimlə oynayacaq. Rəşidin zərbəsi dəqiq olmur. Orxan. Top hərəkətdə idi. Orxan baxır. Paslı verdi Vüsal. Nizami geriyə çəkildi və əl. Yunis qapıcı ilə oynayır. Yunis nə edəcək? Pasını verdi Şahməddin. Nizami ilə oynayır. Nizami irəliyir. Pası keçmir. Oğurladılar topu. Rəşadət idi. Rövşən. Rəşid. Sabit qəbul elədi. Zərbəsi toxunuş var idi, bəli. Küncdən zərbə. Yunis idi mane olan oyuncu. Gözəl mübarizə gördü Yunisdən. Arifin zərbəsi qapının üstündən keçir. Əli, sanki bu gün az danışırsan. Gol görməmişik deyə belədir, yoxsa necə? Yox, maşallah sən hər xırda nüansa toxunursan, mənə danışmağa bir mövzu qoymursan. Çox sağ ol, təşəkkür edirəm və out. Şahməddin Vüsal oynayır. Bəli, buyur. Bəli. Bəli, buyur. Əli, Old Cup. Sənin barədə bir-iki fikir səsləndirmək istəyirəm, Ceyhun. Buyur. Bu Old Cup həvəskar futbol liqası necə turdan tura təkmilləşirsə, sən də maşallah olsun ki, turdan tura təkmilləşsən, Ceyhun. Yəqin ki, çoxlu kitab mütaliə eləyirsən, söz bazan artıq hiss olunur ki, genişlənib. Əvvəl bu qədər danışa bilmirdi. Bəli, elədir Əli. Qeyd edim ki, kitabdan əlavə bəzi şərhçilər var məşhur. Onların oyunlarını izləyirəm, şərhlərinə baxıram və bacardığımı edirəm, qeyd edim və qol görürük Əli. Bəli. Biz burada sən Avtogol görürük. Rövşən idi bu avtogol vuran oyuncu. Aslında Ceyhun, burada mən avtogolun bir şey görmədim. Ravil qapıya zərbə endirdi, top oyuncuya dəydi. Bəli, amma Fərid Məmmədov avtogol bildirdi və hesabda Xətai komandası 1-0 öndədir Əli. Amma mən deyirəm ki, Modern komandası bu qola qarşılıq verəcək. Hal-hazırda küncdən zərbəni yerinə yetirir. Modern çox canfəşanlıq eləyir, yəqin ki, bir nəticəsi olacaq. Oy, Rəşadət gözləmirdi, top sinəsinə dəyərək meydanı tərk edir. Yunis, Şahməddin gözəl sıyrıldı, irəlilədi, pasını da verdi, amma Rövşən yerində idi. Top yenə də Şahməddindədir. Geri oynayır Nizami, Şahməddin, Nizami, kapitan. Bir daha Şahməddin, amma Nizami dayandı və topu itirdilər. Cərimə. Oyunun əvvəllərində vurğulamışdım. Bəli. Yunisin
Stama bənzəmə. Bəli, 17 nömrəli oyunçu sərt oynayır. Sərt oynayır, ancaq ki komandaya lazımdır belə oyunçular da. Bəli. Topu Rəşid yerinə yetirəcək, baxır. Uzun bir pas, hava ilə zərbə görmədik və out. Yunis topu yerinə yetirəcək. Şahməddin. Yunis başa düşmədi Şahməddin ilə bir-birini. Arif. Rəşadət. Arifə buraxdılar. Rövşən. Ceyhun, Vaqif. Bəli. Səlami ilə sahibin yeri görsənir. Bəli, bəli. İkisi də çox sürətli oyunçu idi. Hücumda biraz düz Rənglik var, bəli. Xətai komandasında. işsizdir. Sanki zəif gəlib bu gün heyətinə. Modern komandası isə həmişə olduğu kimi eyni heyətlə gəlib. Bu heyətlə çox yaxşı nəticələr göstəriblər. Baxaq Modern bu gün nə edəcək? Gözəl paslaşmalar, Sabit Yunisi, Yunis yerdə də qalır hətta. Pasını verdi. Bu nə idi? Bu nə idi? Kapitan Sabit'i gördünmü Əli? Niyə belə elədi o? Yunisi Niyə belə elədi? gözəl aldatdı. Uzun bir pas. Şahməddin. Vaqif gözəl oynayır. Rövşən baxır, tələsmir. Yerlə pas Sabitdədir top. Sabit çevrilə biləcəkmi? Zərbəsini də vurur və Sabit! 10-cu gol Sabit. 10-cu gol. Hesab isə 1-1 olur. Qeyd edim ki, Sabit bombardirdir. 9 qolu var idi və 1 gol da vurur və liderliyi yenə də Sabitdədir. Topla rəftarı, qol duyumu fərq yaradır Ceyhun. Bəli, bəli. Müdafiəçilər həqiqətən də əziyyət çəkir o hücumçuya qarşı oynayanda. Hər komandaya belə oyunçu lazımdır Əli. Bəli. Sabit topu uğurladı. Nə edəcək? Pasını verdi. Bir də top Sabitə gəlir, çönə biləcəkmi? Yox. Şahməddin uğurladı. Rəşadətdən pas. Rəşid qəbulu düz olmur. Nizamidədir top. Nizami pasını verir. Rəşadət. Rəşadətin zərbəsi və blok Şahməddindən. Oyun bu axarla davam eləsə Ceyhun Modern önə keçəcək. Bəli, bəli. Məncə də sanki Xətai komandası əziyyət çəkir hücuma çıxanda. Biraz Gördüyünüz kimi pasda itkilər görürük. ümumiyyətlə Ceyhun müdafiə ilə hücumu bağlayan orta koridor Yoxdur sanki. Demək olar ki, hələ ki yoxdur, görsəm. Normalda biz bunu edən oyunçu Xətayda Şahməddin idi. Şahməddin isə bu gün sanki hər epizodda bir oyunçu tutur və komandasına kömək ola bilmir. Hücumlar kör təbiidir Ceyhun. Bəli, bəli. Onu da qeyd edim ki, Modern komandası 3-cü turda çox ağır oyun keçirmişlərdi. 4-3 hesabı ilə təkbir komandasını udmuşdu. Baxaq bu gün necə olacaq. Həqiqətən də Modern komandası ilə kim oynayırsa çox çətin oyun görürük. Baxaq nə olacaq. Yerdə qalır Sabit və cərimə zərbəsi. Sabit etirazlarını bildirir Fərid Məmmədova. Canlı sədd vurulur. Tək qol vurmur, hücumların vurulmasında birbaşa iştirak edir. Bəli, bəli. Boşuna 10 gol vurmayıb. Həm 10 gol vurub, həm də forması da 10 nömrə. 10 nömrə biz bilirik ki, professional futbolda hansı oyunçulara verilir Bəli. və o funksiyanı yerinə yetirir. Ulduz oyunçudur da, elə Sabitin özü. Canlı sədd var qarşısında 2 nəfər. Baxan eləyəcək. Aşırma pas idi bu, amma Arif bitirə bilmədi. Nizami. Uzun bir pas. Rəşadət qoymur. Arif pasını verə biləcəkmi? Arifin zərbəsi! Hesabda 1-0 geridə olsa da Modern komandası 2-1 öndədir. Sevincini bölüşür Arif komanda yoldaşlarıyla Əli. Sən nə bildirirsən? Bir neçə dəqiqə öncə dedim axı, yəni ki, bu gediş, bu axar Modernin önə keçməsinə gətirib çıxardacaq. Çünki bax, hesabda öndədilər, amma yenə də rəqibi onlara aid meydançada sıxırlar. Özdə bir oyunçu yox, demək olar bütün komanda. Bəli, bəli. Oyuna yeni daxil olan oyunçuları qeyd edim. O Zaurdur Xətai komandasında. Qıraqda biz Yunisi görürük, bəli.
Arif pasını verdi Sabit. Sabit'in zərbəsi! Şunları görsəncə. Bəli, Ariflə Sabit'in gözəl paslaşmaları və dubl edən oyunçu Sabit'dir. 11 gol. Sabit bildirir ki, bombardirliyi qətiyyən verməyəcəm. Bax, artıq gol vurulub. Ceo. Bəli. Onu da bilmir ki, yəni topu meydançanın mərkəzinə qoyub başlamaq lazım. Bəli, Artıq Xətai itirir. komandası çaş-baş olub sanki. Bu çaşbaşlıqdan Ceo çıxmağın bir neçə yolu var mənim fikrimcə. Bəli. Bir yolu da odur ki, dərhal time-out. Time-out, bəli, var. Hər komandanın time-da bir şansı var. Time-out götürmək lazımdır. Bəli, Xətai komandası sanki Biraz söhbət eləmək lazımdır. donub sanki meydanda. Şahməddin pasını verdi, Vüsal. Şahməddin sıyrıldı mı? Bəli, sıyrıldı. Pasını da verdi Nizami Bədəlov. Nizaminin pası Şahməddindən ayaq görə bilmədik. Out. Modern komandası tələsir, yerinə yetirdi. Arif gözəl mübarizə gördü, amma zar uğurladı. Pasını da verdi Nizami. Nizami dəqiq oynaya bilmədi. Bu gedişlə Xətai heç də yaxşı nəticə görsə də bilməyəcək. Baxaq necə olur gedişat. Uzun bir pas. Rəşid, Zaur. Zaur topu uzaqlaşdırdı və out. Rəşid baxır. Ariflə oynadı. Ravid var idi yanında. Şahməddin. 1-in 2-yədir. Pasını verdi. Ravil. Dəqiq oynayan mədir Rəşid. Rəşadət qeyd edim. Sabit pasını verdi Arif. Arifin zərbəsi qapıcı Orxan. Tələsərək Ravil oynayır. Vüsal. Ravil irəliləyir. Nə edəcək? Pası keçmədi və Rövşənə gəldi top. Rövşən pasını verdi Rəşadət. Pası dəqiq olmadı. Şahməddin. Top kimdən çıxdı? Bəli, top modern komandasından tərk elədi. Vüsal başladı. Şahməddin. Şahməddin pası keçmədi. Bəli, düzgün bildirdi Fərid Məmmədov və time-out götürülür. Modern komandası Əli. Qeyd edim ki, sən Mən Xətaydan bəli, gözləyirdim bu addımı. amma modern komandası götürdü. Sanki yorulub modern komandası. Modern yorulmayıb məncə. Modern sadəcə Bəli. ağıllı addımlar atır. Time-outdan sonra sizlərlə əziz izləyicilər. Bəli. Modern komandası time-out götürmüşdü və time-outdan sonra sizlərlə uzun bir pas Nizami qarşıladı. Şahməddin pası dəqiq olmadı, amma Ravil qoymadı top çıxsın. Nizami irəliləyir. Nizami nə edir Əli? İtirdilər topu. Sabit qapıcı ilə üzbəyizdir. Cərimə olacaqmı? Yox. Davam. Sabit nə edir həqiqətən də? Pasını verdi Arif. Rəşadətdən top tərk edir. Out. Şahməddin irəliləyir. Hücumda heç kim yoxdur Xətai komandasından Əli. Nə düşünürsən? Xətay komandasında hansı zonada oyunçu var ki, hücumda da olsun. Bilinmir kim harda oynayır. Şahməddin out. Out'u Xətai komandası yetirəcək. Şahməddinin zərbəsi blok qoyulur. Rəşadət pasını verdi Rəşid. Ceyhun, belə Bəli. durumlarda, belə xaos yarananda komandanın kapitanı, necə deyirlər, gəminin kapitanı kimi sükanı ələ alıb komandanı toparlamalıdır. Amma mən baxıram, düzdür, Nizaminin oyun tərzini, fəlsəfəsini bəyənirəm. Bəli. Ancaq ki, Nizami artıq idarə etməni əldən verib, belə Bitirib, görsənir. bəli. Çünki oyun başlayanda müdafiədə başlamışdı, komandada sistem pozulub. İndi Nizami üçüncüdən zərbə yerinə yetirir. Maraqlıdır. Qeyd edək ki, o müdafiəçidir. Arif pasını verdi Sabit. Bu epizod komandadakı vəziyyəti Sabit. göstərir. Oy oy oy. Əli, qeyd edim ki, sən danışırsan.
bəzən sənin səsi kəsməli oluram. Çünki Sabiti burada qeyd etmək lazımdır. Həqiqətən də Sabit gözəl oynayır. Allah köməyin olsun. Onu bildirməsəm, yəni alınmayacaq. Allah köməyin olsun Ceyhun. Allah səndən razı olsun. Yaxşı vurğuluysan ki, sən səsimi kəsirəm. Gücdən zərbə xəta. Nizami'nin zərbəsi. Rövşən. Dünən Nizami ilə biz bir yoldaşlıq qarşılaşmasındaydıq, eyni komandadaydıq. Bəli. Bu zərbəni Nizami dünən 2 dəfə yerinə yetirdi. İkisində də qol oldu. Mənə elə gəlir ki, Nizami bax, nəsə Nizamidən qol iyi gəlir. Baxaq, görək nə olur. Ravil pası keçmir, Rəşadət gözəl oynayır. Sabitlə Zaru mübarizəsi görürük. Pasını verdi, Arif önü boşdu. Orxan gözəl oynayır. Qapçı Məmmədov Vaqifdən qardaşı Məmmədov Arifə etiraz gördü. Yəni qeyd edək ki, 2 qardaş var Modern komandasında. Arifin pası fit gəldi. Bəli, görürdü Fərdi Məmmədov. Var yoxdur, əli qeyd edim ki. Bəli, bu çempionatda VAR sistemi yoxdur. Bəli. Fərid Məmmədov da vurğulayır ki, bizdə VAR sistemi yoxdur. Bəli. Mən eşitdim. Etirazlar var hakimə, amma hakim qərarını verib, bəli. Amma Ceyhun, mənə elə gəlir ki, bu VAR sistemi olmağı da bir növ yaxşı bir şeydir. Yəni Ha, bizdə bir növdə oyunu məncə sındırır. Böyük futbolda da görmüşük. amma belə mübahisəli epizodlarda VAR-a baxmaq. Bəli, Sabit vuracaq, əli qeyd edim. Sabit bu gün məsələni həll eləmək istəyir, yəni. Amma elə gəl qol olmayacaq. Baxaq. Zərbəsi və qol. Mövqeyi düz tapmışdı. Sabit Rəşadətlə qol sevincini gördük. Hesab 4-1-dir Modern komandası. 4-1 öndədir. Hat-trick edir Əli. Bax görsən Ceyhun. Bəli. Xətai komandası etiraz edir ki, orada onun əlinə dəyməmişdi. Yəni belə epizodlarda VAR sisteminə hardasa getmək yaxşı olar. Oy, gözəl paslaşma, gözəl. Cərimə, bəli, Rəşid Kobud oynamışdı. Ravil topu yerinə yetirəcək. Pasını verdi Vüsal. Ravil. Nizaminin zərbələri var. Nizami nə edəcək? Sol ayaqdı mı, sağ ayaqdı mı? Əli səncə? Səncə deyəndə ki, Ceyhun sağ ayaqdır da, yəni görsənir. Yəni bəzən sol zərbələrini də görmüşəm deyə ona görə bildirirəm. Və bununla da birinci hissə bitdi. İkinci hissədə sizlərlə olacağıq. Bəli, əziz izləyicilər, ikinci hissədə sizlərləyik. Şərhsiz mən Mircəyun Mənsimov və yanımda Əli qardaşım. Spiker qardaşım, Bəli. həmişə sən belə deyirsən. Bəli, Əli, nə düşünürsən? Hesab 4-1-dir artıq. Valla Ceyhun, gəl mən sənə ümumi oyun haqqında analizmi, indiyə qədərki analizmi deyim. Bəli, buyur. O vaxt futbol oynayanda bizim bir məşqçimiz var idi. O bizdən pasla oynamağı tələb eləyirdi, top yerdə olsun. Biz bəzən onu eləyə bilmirdik. Top göyə qalxırdı. Bəli. Orada bir söz var idi ki, Əli bala vur qabağa futbolu oynamayın. Topu Bəli. yerə salın. O sənə görə deyirdi, yoxsa ümumi komandaya? Mənə görə ümumi Əli sənin komandaya adındır, şamil. ona görə. İndi Ceyhun, məsələ burasındadır ki, bu iki komanda ikisi də Əli bala vur qabağa oynayırlar. Top Bəli. yerdə olmur. Elementar. Bəli. İkinci hissə başlayanda mərkəzdən ötürülən topu gördünsə, Bəli, o bəli. da göynər. Bax, top yerə top dəymir ümumiyyətlə. Bax, Ceyhun, görsən? Bax. O ora vurur, bu bura vurur. Bilinmir kimlər. Hər iki komanda itkilər var, yəni pası dəqiq oynamır. O sözün deyir. Bəli. Oyunun əvvəlində də dedim. Sahiblə Sənani Xətainin hücum xəttinin önəmli silahlardır. Onların olmamağı öz sözün deyir. Bir də qapıcı Bayramı da görmürəm. Bəli, Orxan var bu gün qapıda Xətayda, amma Bayram həqiqətən də gözəl oynamışdı. Keçən tur Həmçinin altığa da seçilmişdi 3-cü turda. Düzdür, buraxılan qollarda mən Orxanın bir səhvini görmürəm açığı. Bəli.
Burada biraz kobud oyun oldu. Bəli, Arif Oyun yerdə dayandı. qalıb, amma davamdır. Vüsal zərbəsi Vaqif. Ancaq dayanmaq lazımdır. Fair play hər şeydən önəmlidir. Bəli, Fərdi Məmmədov saxlayır. Baxaq Arif necə olacaq? İnşallah ki zədələnməz. Fərid Məmmədovun səmimi görüntüləri komandalarla. Bəli, Vüsal pasını verdi. Nizami qaçırtdı. O Sabit gözəl buraxmışdı. Zaur pasını verdi. Şahməddin nə edəcək? Pasını verdi. Bir daha pas. Vüsal. Oy oy oy. Penal. Qapdan zərbədir məncə. Nə penal? Əli. Rəşadət pasını verdi. Arif. Cərayən edəcək. Ora oy 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 dirək. Arif pas vermək istəyirdi amma necə oldusa Əli top dirəyə tuş gəldi. Qapı boşdu, qapıdan böyüsə. Bir daha dirək. Vüsal zərbəsi və gol. Vüsal gözəl gol vurur. Şaulinski futbol getdi burada canım. Şaulinski futbol. Çox maraqlı. Bəli, hesab 4-2 olur. Modern komandası öndədir hələ də. Vüsalın gözəl qolunu gördü Əli. 2 dirəyə də dəydi və top tora daxil oldu. Arif. Uzun bir pas. Sabitə gəlmədi. Nizami uğurladı. Sıyrılır. İrəliyir. Qeyd edim ki, Oy 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 Nizami. pası keçmədi. Məncə cərimə var. Cərimə yox, bildirmədi Fərdi Məmmədov. Nizamidən ara pası keçmir. Sabit topu saxlayır. Keçə bilmədi. Top sahurdan çıxır. Oyunda modern komandasından Zakiri görürük. Gözəl pas və gol! Toxunuş yox idi və pas qolla nəticələndi. Sabit 4-cü qolunu vurur Əli. Sabit bugün şov. Dayanmır həqiqətən də. Zakir demişdim ki, təzə oyuna daxil olub və Sabitin pasını Bugün üzərindən keçərək qolla bitirdi. Bəli. Futbolda belə bir şey var da, yəni ki, günündə olur da. Yəni adam düz hərəkət eləməsə də belə yekun nəticə onun ürəyi istədiyi kimi olur. Məsəl üçün Sabitin fikri orada qol vurmaq deyildi. Bəli, pas idi. Amma bugün Sabitin günüdür. Ya. Sabit saxladı, yox, Nəfəs aldı, qol Orxandadır. vurur. Adam bugün Bəli. o maraqlıdır. Sağ ol. Toxunuş var idi, out. Gördün mü? Yanında var he. Yanında var kim? Baxırdım Vüsal. Rəşadət topu yerinə yetirəcək. Hərəkət eləyir. Bəli. Düzgün qərar verdi Fərdi Məmmədov. Vüsal topu yerinə yetirəcək. Uzun bir pas. Ravil. Cərimə, bəli, itələmə var idi Rəşiddən. Canlı sədd quruldu. Vaqif tərəfindən pasını verdi. Vüsal! Rəşadət topu uzaqlaşdırır. Orxan. Zaur. Vüsal. Şahməddin. Şahməddin baxır, pasını verdi. Ravil. Çəkib zərbə vura biləcəkmi? Zərbəsi və Rəşadətdən top çıxdı. Out. Etirazını bildirir Fərid Məmmədova Ravil. Amma outdur. Qapıçıdan tapşırıqlar görürük. Nizaminin zərbəsi Vaqif yerində idi. Nizami nə edəcək? Hələ də itirməyib. Ravil və top Rəşiddən çıxır. Xətai komandasındır top. Ravil baxır, kimlə oynayacaq? Nizami pası keçmədi. Uzaqlaşdırdılar topu. Top Sabitə gəlir. Sabit qəbul etdi. Zakir köməyə gəldi. Heç nə yoxdur, davam. Rəşadət, Sabit gözəl sıyrıldı. Bir oyuncunu da keçdi, pas verəcəkmi?
Birini də keçdi. Hələ də pas yoxdur. Pasını verdi. Rəşidin zərbəsi və gol. Asist edir Sabit və Rəşidin gözəl zərbəsi. Oyun qutarandan sonra Sabitin heykəlini qoymaq lazımdır mərkəzə. Bəli, bəli, bəli. O heykəli kim gətirəcək mərkəzə? Əli. Çempionatımızın qurucusu Fərid Məmmədov. Bəli. Qeyd edim ki, Fərid Məmmədov da həqiqətən də Sabit Əliyevlə dostdur və onun oyununu çox bəyənirdi. Bəli, bəli. Həqiqətən dostlarmı? Bəli, bəli, dostlar və mənə bildirmişdi ki, Fərid Məmmədov komandalar haqqında danışanda bildirdi ki, modern komandasında bir oyunçu var Sabit. Çox gözəl oynayır. Stam yerindən meydançadadır. Bəli, Yunis oyundadır. Qeyd edim ki, o Stam dediyin adam Yunisdir. İsayev Yunis 17 nömrəli forma altında çıxış edir. Nizami zərbəsi. Oy. Qapçı Vaqif yerində idi. Nizamidən belə çılğınlıqlar görürük arada sırada. Belə zərbələr yoxlayır. Yunisə baxın, Sabitlə yan-yanadır. Qapçı. Yunis axır ki mən bütün Bəli. oyun boyu fikirləşmişəm ki, nəyə görə Xətaydan bir nəfər Sabitlə sabitlənmir. Bəli, bir də Yunis edir onu. Yunis həqiqətən öz futbol ağlı ilə onu tutdu. Yəni ki anladı ki, yəni bir oyunçunu tutmaq komandanın hücumunun 90%-nin qarşısına alacaq. Səncə gec olmadı mı Əli? Gec oldu, gec olmağına. Necə deyirlər, çıxmamış candan ümid kəsilməz. Hələ oyun davam edir. Bəli. Baxaq. Pas dəqiq olmadı. Qardaşının etirazı var qapçı qardaşa. Qeyd edim Əli, bir daha vurğulayım. Qardaşlar onlar. Mənim yaddaşlarımdadır. Bəli. Məmmədov Arif və Məmmədov Vaqif. Ara pası möhtəşəm alındı və Vaqif uğurladı. Heç nə yoxdur. Şahmətin nə edəcək? Pasını verdi və gol. Gözəl paslaşmalar. Ravil golunu vurur. Yapış. Sabit bu gün. Bəli, hesab 6-3 olur. Modern komandası hesabda öndədir və mərkəzə də modern komandası gəlmişdi, qeyd etməli. Geri oynayır. Zərbəsi yox, düzgün yerinə yetirilməmişdi out. Xətai komandasınındır out. Nizami geri oynayır, qapçı Orxan. Orxan baxır, uzun bir pas. Şahməddin top saxlaya bilmir. Vaqif tələsmir. Uzun bir pas. Sabitə top çatmır. Qapçı Orxan tələsir. Vüsal. Şahməddin uğurladı bəli topu. Şahməddin irəliləyir. Arif gözəl oynayır burada. Rəşadət topu oyunçuya vurdu. Və out modern komandasının pas keçmədi Nizamidən. Blok görürük. Zakir baxır. Uzun bir pas. Arif gözəl qəbul edir. İtirmədi və top Vüsaldan çıxır. Arif baxır. Pasını verdi. Yunis. Stam. Düzdürmü Əli? Stam mı? Biraz sürətli alındı. Bəli. Rəşadət topu yerinə yetirəcək. Geriyə qapısı ilə oynayır. Vaqif. Uzun bir pas. Qapıdan qapıya zərbə idi məncə bu. Orxandan uzun bir pas. Çata biləcək mi Ravil? Yox. Müdafiəçi uzaqlaşdırır topu. Şahməddin. Anlamır Şahməddin ilə Ravil bir-birini. Vaqif isə tələsmir, gözləyir ki, hücumçu ona yaxınlaşsın və topu əlinə götürsün. Top Zakirə gəlir. Nizamidən kobud səhv. Amma Zakir qapçı ortaladı. təkbətəki vura bilmir. Orxan gözəl oynadı.
Uzun bir pas. Rəşiddən Sabitə pas. Sabit gözəl sıyrıldı. Rəşadət. Vüsal mübarizəsini görüyor orada. Yunus topu uzaqlaşdırır. Out. Kabak çileşme. Qapıcı Vaqiflə oynayır. Başla. Yunus Orxanla oynayır. Şahməddin. Şahməddin oyuncularını yaxına çağırır. Barışa. Uzun bir pas. Rəşadət pasını verir. Oy oy oy. Gözəl pas gördü amma Zakir çata bilmədi topa. Arif Şahməddinlə oynayır. Orxan Şahməddinlə oynayır. Şahmətdindən uzun pas. Ravil topa çata bilmir. Vaqif uzun pas görəcəyik çox güman Vaqifdən. Bəli. Zakir topu qəbul edə bilmir. Şahməddin irəliləyir, pasını verdi Vüsal. Cinahı dəyişirlər. Kapitan Nizami hələ də qol vura bilməyib bu oyunda. İrəliləyir, pasını verdi. Qapıcı Vaqif. Vaqifdən bir də uzun pas gördü amma top Sabitə gələ bilmir. Vüsal. Yunus. Yunus'un pası dəqiq olmasa da yenə də Xətai komandası qalır. Nizami çata bilmədi. Bizim. Heç nə yoxdur. Hakim out deyir amma qapıcı yerdədir. Ne oldu? Olmadı daha az getir. Bəli, Fərid Məmmədov qərarını cərimə ilə bildirdi. Yunus başla uzaqlaşdırır topu. Zakirdədir top. Zakirin pası Yunus. Qeyd edim ki, Əli Yunus oyuna daxil olandan sonra Sabit heç də rahat oynaya bilmir. Bəli. Arifin zərbəsinə blok. Düzgün olan buydu ki, Bəli. yəni bunun üçün necə deyirlər, universitet oxumağa ehtiyac Yok yox. veremeyim. Bəli. Gel. Sən görürsən ki, komandanın 5 qolunun 4-ünü bir oyunçu vurur. Düzdür? Bəli. Bu oyunçunu tutmaq lazımdır da. Bəli. Gec də olsa Yunus bunu elədi və ondan sonra hələ ki Sabit heç nə eləyə bilmir. Topu uğurladı Arif. Qeyd etmişdim Sözündən birinci sonra Sabit qol vursa və çox kuryoz olacaq da. bu. qeyd edim ki, Əli doğrudan da birinci hissədə elə timeout bildirmişdin Xətai komandası götürməli idi amma Modern götürdü. Məncə oyunu çox gözəl analiz eləmisən və oyunun nəticəsində görürük Xətai komandası geridədir. Xətai komandasının oyununu sınma anlarından biri Ceyhun. Bəli. Əslində bir neçə yerdə sınıb. Sınmasının bir yeri də odur ki, Nizami Kapitan kimi, zərbə bəli. başlayanda komandada sistemin artıq olmadığı. Bəli. Kapitan bu gün düzgün taktika ilə komandanı başlatmayıb sanki. Ravildən pas Nizamiyə. Kapitan qaçırdı. Vaqif baxır, uzun bir pas, top tora dəyir, out. Bir şey də Bəli. vurulamaq istəyirəm. Artıq meydançanın bu torunu çox aşağıdan çəkiblər. Oyunun yəni ki, biz deyirik oyunda var sistemi olmasın ki, oyunun sürəti yavaşlayar. Bəli. Vallahi bu tor imkan vermir bu komandalar normal oyun oynasın. Bunu normal biraz hündürdən eləmək olar. Əli, hər stadionun Ya oyunun tempi ölür. ölçüləri var və top uzağa getməsində məncə bu tor qurulub. Yo, başa düşdüm. Bəli. Torun qurulmaq fikri doğrudur. Amma bunu biraz hündürdən eləmək olar ki, bu dəqiqə başı top dəyir, out. Burada da sanki rəhbərlik bildirir ki, yerlə oynayın, yerlə, minimdir bu. Ola bilər. Qapıcı Orxan seyv O edir. rəhbərlik bunu nəzərə almalıdır ki, Azərbaycanlı millisi heç yerlə oynaya bilmir, qaldı ki, həvəsçi futbol liqasının yerlə. Yox, bu fikrinlə razı deyiləm. Çünki Azərbaycan mini futbol liqası ard-arda neçə Bəli, çempionatlarda Bu da- yer bu da- tutub, bu da- Avropa çempionu da olub. Bu da düzgün fikirdir.
Ceyhun, Allah olsun sənə. Bəli. Oxuduğun kitablar, Dünya mütaliə elədiyin çempionatında kitablar olur. öz sözün deyil. Sən artıq mən də sözcüləşdirsən. Sağ ol. Gəlməyəcəm mən, bəli. Bəli. Yəni, həqiqətən də həmin insanların haqqını yerə vurmayaq əli. Bəli, bağışlayın. Avropa çempionu, dünya çempionu. Bir də eləməyəcəm, bağışlayın. Uzun bir pas keçmədi. Şahməddin itirdi topu. Arif pasını verir. Zakir öndə zərbəsi. Orxan gözəl seyv edir və komandaya bildirir ki, geri qayıdın. Bəli. Gücdən zərbə yerinə yetirilir. Sabit. Yunus qoyacaqmı? Yox. Vüsaldan pas. Təhlükəli oyun. Sarı kart verilir Rəşadətə təhlükəli oyuna görə. Nizami nə edəcək? Gözəl hərəkətlər görüb. Pas keçmədi, amma top Şahməddindədir. Şahməddindən gözəl pas. Rəşid yerində idi. Sabit pasını verdi. Arif nə edəcək? Dirək. Və davam deyir. Çünki zərbəni vurmuşdu Arif. Cərimə bildirməyi düzgün olmazdı. Fərdi Məmmədov düzgün qərar verir. Vüsal, Şahməddin, qol görəcəyimi 4-cüdülər. Ravil yox. Ravilə top yenə gəldi. Vüsal, Şahməddin zərbəsi qapıdan yan keçir. Heç cür qol vura bilmir Xətai komandası. Vaqif uzun bir pas. Şair burada yaxşı deyir. Sinəm doludur sözlərlə. Bəli, bəli. Sinəm doludur sözlərlə. Bildirmək istəyirsənmi sözləri yoxsa yox? Artıq bildirməkdən keçib. Şahməddin sıyrıldı. Rövşən gözəl oynayır, topu uzaqlaşdırır. Vüsal pasını verdi Nizami, pas keçmədi Rəşadət. Qeyd edim ki, Əli Rəşadət bayaq təhlükəli oyunu var idi və sarı kart aldı Fərdi Məmmədov tərəfindən. Arif sana boşdu. Arif'e bayak ay sağ. Uzun bir pas Arifə, qapçı ilə üzbəyizdir. Nə edəcək Arif? Arifdən gözəl hərəkətlər. Yox, qapçı qayıdır yerinə. Sabitdən yenə Arifə pas. Arif nə edəcək? Zərbəsi və gücdən zərbə. Arif topu yerinə yetirəcək. Ara pası keçmir. Nizami uzaqlaşdırdı. Vüsaldan pas. Nizami çata biləcəkmi? Rövşən gözəl uzaqlaşdırır. Paulinski. Bəli. Top Orxana gəldi. Vüsaldadır. Vüsal irəliləyir. Pasını verəcəkmi? Bəli, verdi. Nizami içəriyə doğru baxır. Qapıcı Vaqif yenə yerindədir. 2-nin 1-ə. Yunus Sabitə yaxındır. Arifin zərbəsi dəqiq olmadı. Arif artıq 3-cü epizodudur bəlkə də əli qaçırdır. Məncə pas verməli idi orada. Məncə Yunus da yaxın idi. Qolla bitirə bilərdi. Yaxşı fikirləşmişdi məncə. Pas keçmədi. Rəşadət tələsir. Out. Yunus Şahməddinlə oynayır. Vüsal. Rəşad Şahməddin çata bilmədi. Out. Modern komandasının Sabit saxlaya bilmədi. Və hakimə baxır, amma heç nə yoxdur. Yunus gözəl oynamışdı orada. Bəli, sürüşmə fəndi var idi Əli və sərt idi. Sürüşmə fəndi var idi, amma topa idi Ceyhun. Amma Fərdi Məmmədov bildirdi ki, cərimədir. Vaqif uzun bir pas, dəqiq olmadı. Mənə bir qayıtçı verin, bu toru kəsim Ceyhun. İmkan vermir komandalar oynasın. Vüsal gözəl pas verir. Ravilin pası Vüsala. Güzel. Zərbə. Oy. Zərbəsi dəqiq olmur. Qeyd edim ki, 21-ci dəqiqədir. Oyunun bitməyinə çox az qalıb. Modern komandası öndədir. Lider komandanı, məğlub olmayan komandanı məğlub edəcək Modern. Çox maraqlıdır. Deyir, hər səhərin bir gecəsi var Ceyhun. Xətainin gecəsi bu gündür.
Bu gün Xətainin gecəsidir. Sabit Nə tələsmir. gecəsidir bilmirəm. Pasını verdi. Arif pasını verdi. Və Arif Sabit paslaşması. Mütləq avtoqraf alacaq. Bəli, bəli, mütləq. Onu gözəl qeyd etdin Əli. Sabit neçə? 5. 5. Bəli, bildirir. Mən pokerə qədər bilirəm. 5 nə gedir? Pentatrik gedir, nə gedir? Mən bilmirəm. Bilmiriksə özümüz bir nəsə qoşaq Əli. Səncə nə olsun bunun adı? Nə olsun Əli? Bildir. Oy oy oy. Nə demək istəyirsən 5 qol vuran oyunçuya? Mən dediyim şeyləri sizlər bəyənmirsiniz. Ona görə heç nə demirəm. Get istə. Arif baxır. Pası Rəşadə topa çatmadı. Ravil pasını verdi. Nizami kapitan irəliləyir. Kapitan nə edəcək? Rövşən gözəl oynayır. Vallahi Nizamin etirazlarını heç cürə başa düşmürəm. Ceyhun. Hesab neçəncədir ümumiyyətlə? Hesab artıq, 7-3-dür. yəni hesabı bilmirəm. Kalkulyator lazımdır. Nizami orada son saniyələrdə deyir, məni itələdilər, məni. Nə bilim. Xətai komandası yerinə yetirir. Vüsal pasını verdi Şahməddin. Nə edəcək? Pasını verdi bir daha Vüsal. Qeyd edim ki, Əli, Yunus artıq önə gəlib, Sabiti buraxıb. Pasını verəcəkmi? Top çıxdı. Bəli, top çıxdı. Xətai komandası yerinə yetirəcək. Vallahi Şakir xəttdən başlamadı. Vallahi başlamadı, vallahi deyirəm. Fərid Məmmədov düzgün qərar verdi və sabit topu yerinə yetirəcək. Rabona pas. Oy Zakir. Qəbul və Zakir. Nə edəcək? Burada penal. Yox məncə Əli, orada penal yoxdur Əli. Bəli, Quaresma sayağı pas gördük Sabitdən. Məncə Sabit topu evə aparmalıdır. Bu top ancaq yəni bu qala bilməz burada. Top getməlidir. Stadion rəhbərliyinə bildirərik bunu. Baxaq nə qərar verəcək. Vüsal pasını verdi. Sabiti həqiqətən Ravil. rəhbəri olduğum Yakatsuma futbol klubuna transfer etmək istəyirəm. Bəli, çox gözəl oynayır. Bu Həvəsya futbol liqasında Oy oy oy, gözəl sıyrılmaq istəyirdi amma Stam idi orada. Stam qoymadı ki ayaqların arasına top atsın və bununla da ikinci hissə bitir. Xətai komandası ilk məğlubiyyətini alır. Sabitin komandası, modern komandası gözəl oynayır. hər gündüzün bir gecəsi var Ceyhun. Bəli, şərhçiniz Mirceyhun Mənsimov və Əli Ağay. sağ olun. Təşkilatçı da Fərid Məmmədov.